Salam aleykum, kanalıma və videoma xoş gəlmisiniz. Gördüyünüz kimi çiftlik dəyişilib. Bu yanlar rəylənib. Buradakı göy perfol sökülüb. Daha o sökülüb. Bu yanlar rəylənib. Qapıda rəylənib. O Paşa ilə Limon da buradadır. Toyuqlar da. Paşa salam. Paşa. Limon da buradadır. Limon. İndi bunlara quru ot və kəpək verirəm. Gördüğünüz kimi yay yeri hazırdır. Day havalar istidir. İnəklər çölə çıxacaq. Böyük ihtimal sabah çıxar çölə. Çünki kraska tam qurusun deyə. Bu qabaqlarında göy ot tökülüb qalıb. Sabah çıxanda yeyərlər bunları. Belə. İnəklər yeri hazırdır demək olar. İkisi burada, Paşa burada, Paşanın anası burada, Limon burada, Qara da orada sürü lider. Evet, belə bağlayarıq. İnəklər çölə çıxandan sonra, 3-4 gündən sonra bu yanlarda rəyləyərik. Paşa da buradadır. Paşa artıq böyəlib. Paşa, nə var, nə yox? Ay Paşa. Siyasi yaxşıdır. Gördünüz, dəlliyi tutdu. Limon da buradadır. Limon tam da yeməyib. Heyf olmasın. İndi qara inək gələndə yiyəcəyəm. İndi bunlara yem verərəm. Atlarını təmizləyib sonra quru ot verirəm. Nədir Paşa? Paşa kimi vurmaya hazırlaşsan? İndi sabah bunları çölə çıxardarıq. Onun da videosu gələcək. İndi bunlara birinci ot verim, sonra təmizləyərəm.
Paşa ne oldu paşa? Sen əsəbləşəndə pis olsun. Keçin. Və paşa ilə limona ot verdim. İnəklərin qabaqlarına da tökdüm. Gələndə yesinlər. Əslində verməmək də olar, amma yenə də veririk hələlik. Əslində yaş ot veririk. 1-2 günlük quru ot verərik. Ondan sonra yaş ot yenə verməyə davam edərik. Yaş ot əslində çöldə var. Çölə çıxanda onu yeyərlər. Sabah qoy qalıb orada. Quru ot varsa quru ot verək. Yaş ot varsa yaş ot veririk. Belə qarışıq. İndi bu yanları təmizləmək lazımdır. Paşa ilə limona da axşamüstü yenə ot verərik. Səhər günorta axşamda yəni inəklərə baxırıq. İnəklərə səhər axşam, buzovlara isə günorta da gəlib baxırıq. İndi saat təxmini saat 1-dir. İnəklərə baxırıq. İnəklərə dediyimdə paşa ilə limonu nəzərdə tuturam. İndi bunlara yem də verim. Bir də bu inəklərə yem vermirik. Yemi kəsdik. Artıq bozalara veririk səhər, günorta, axşam. İnəklərə vermirik. Artıq inəklər də gec gəlirlər çiftliyə. Təxmini 7-nin yarısıdadır. Belə gec gəlirlər. Belə. İndi bu yanları təmizləyib gəlirəm. Və bu yanları təmizlədim. Yüngülvarı təmizlədim. Çox da dərindən təmizləmədim. Yığdım ora. İndi axşam dərindən təmizləyərəm. İndi bunlara otların yanından sonra su göstərərəm. Olsun bu indi. Verərəm. İndi bunlar cüzələrə dəm verin. Sulara dəyişim. Bunlara çıksana. Şuna. Qapı quruyub kraskası. Belə qarışdıranda asan olur.
yem vaxtıdır. Gəl. Ye. Limon nazlana yiyəcək. Nə görə qoyulur, qalacaq. Axşama kimi yavaş-yavaş yiyəcək. Amma paşayı isə səhər axşam günorta ver yiyəcək. Və çiftlikdə işim yekunlaşdı. İndi bir dənə su verəcəm bunlara birazdan. Yavaşdan videonun sonuna gələk. Like atıb abunə olmayı unutmayın. Sağ olun, görüşənədək.